Selamun Aleyküm ve Rahmetullah. Və aleykum salam və rəhmətullah. Şeyx, biz bəzən müşahidə edəndə görürük ki, bəzi ailələrdə övladlar valideynlərə qarşı yaxşı davranmırlar. Bəzən qışqırırlar, hətta bəzən döydüklərini də eşidirik. Bu barədə nə deyə bilərsiniz? Elhamdülillah. Valideyn haqları Allah haqlarından sonra ən böyük məsələlərdəndir. Valideynin özünə ağ olmaq böyük günahlardandır. Valideynə baxmaq böyük savabdır. Peyğəmbər sallallahu aleyhi ve sellem Allah subhanahu teala o vaxt ki qeyd eləyəndə ki ona heç bir şeydə şərik qoşma, sonra buyurur ki və bil valideyn ihsana, yəni valideynlərlə yaxşı davran. Yəni öz haqlarından sonra valideyn haqlarını toxunur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də tövsiyə eləyib valideynə baxmaq, hətta döyüşə biri gəlib istəyəndə ki, döyüşə getməyi, dedi, valideynlərin var, dedi, hə, dedi, ged onlarla cihad elə. Və bu onu göstərir ki, cihad heç də döyüşmək mənasını vermir mütləq şəkildə. Hətta valideynə baxmaq cihaddandır. Hə, ona görə onların üzünə ağ olmaq da böyük günahdır. Yəni, kim valideynin üzünə ağ olur, sonra onun övladları da onun üzünə ağ olur. Bu ümumən belədir. Və bir hadisə hələ istəyirəm qeyd edeyim. O, Saudi Ərəbistanında bir 5 il olar, bir 6 il, 5 il, azıya çox. Bir məhkəmə oldu. Bir məhkəmə oldu. Məhkəməyə də müraciət nə üçün olunmuşdu? İki qardaşdır. Bunların arasında mübahisə düşüb ki, ana kim baxacaq anaya? Biri deyir, mən baxacam, o birisi deyir, mən baxacam. Hətta söhbət elə şişib ki, artıq deyiblər ki, gedək qazının yanına, məhkəməyə. Təsəllüm məhkəməyə gör nə ilə müraciət edirlər. Gəlirlər, hakim bunları qulaq asır. Görür, bu nə söhbətdir. Hakim özü ağlayır. Yəni, dəhşətə gəlir. Xüsusən də indi biz görürük, valideyn özünə ağlanlar. Hətta valideynlərini öldürən var. Və hakim qalır belə. Lakin qərar verir. Qərar verir balaca qardaşına. İki qardaşdan balacasına. Ne üçün hakim elə qərar verir? Çünki o birisi qardaş, böyük qardaş artıq yaşlaşmışdı. Belə qərar verir ki, anaya baxmaq çətin olacaq. Onun üçün. Qərar verir o birisi qardaşa, böyük qardaş ağlayır məhkəmədə. Görün, ana sevgisi, anaya hörmət, valideynə hörmət. Görün, necədir, necə olur? Amma biz eşidirik ki, əksinə, eşidirik. Hətta valideyn öldürən var. Qiyamət gününə necə cavab verəcəklər. Ona görə valideynlərinizə baxın. Sağdırlarsa baxın, qayğılarına qalın. Düzdür, biraz xəsiyyətləri dəyişir. Uşaq kimi olurlar, səbirliyin. Səbirliyin. Ölüblərsə onlar üçün daima dua eləyin. Onların dostlarıyla yaxşı olun. Ona görə İbn Ömər radiyallahu anhuma Məkkəyə gedir. Oturub bir eşeğin üstündə, başında da taxıb əmmamə ki, gündən özünü qorumaq üçün. Gəlir keçir bir kişinin yanından. Dayanır, deyir, sən filan kəs deyirsən. Kişi deyir ki, hə, filan kəsəm. O kişi başı açıq olur. Çıxardan əmmaməsini qoyur başına. Miniyi də verir ona, deyir ki, götür, min, get. İbn Ömər'in ətrafında olanlar soruşurlar ki, ya İbn Ömər, Abdullah İbn Ömər radiyallahu anhuma, Ömər bin Xattabın oğlu, deyir ki, ne üçün belə elədin? Deyir, o kişi atamla dost idi. Atamla dost idi. Mən də eşitmişəm, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, ata öləndən sonra da atanın dostlarına hörmət elə. Ona görə belə elədi. Görürsən, valideynə baxmaq, hətta öləndən sonra. Bitmir, hə, Ömər şeyh? Yox, bitmir. Ona görə Allahdan qorxsunlar. Allahdan qorxsunlar. Səbirli olsunlar. Cənnəti qazanmaq üçün valideyn cənnətin qapılarıdır onlar üçün. Və bunu tövsiyə edirəm. Allah subhanahu teala bizə şifalarından etsin.